Bilirsən necə oğlanlarımız gedib, indi sən də bilirsən ki, necə oğlanlarımız gedib. O şəhidliyi ilə də fəxr edir ki, mənim atam şəhiddir. Vətən uğrunda, vətən yolunda şəhid olub. Allah ruhlarını şad eləsin. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiyabad qəsəbə 3 nömrəli tam orta təhsil məktəbində 8 noyabr Zəfər günü münasibətilə anım və qürur dolu tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdlər, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər. Əvvəlcə vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilib. Dövlət himni səsləndirilib. Məktəbdə Zəfər gününə həsr olunmuş foto və informasiya güşəsi nümayiş etdirilib. Təhsil müəssisəsinin rəhbəri Afət Camalova çıxışında 44 günlük vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan ordusunun qəhrəmanlığından və xalqımızın birliyindən danışıb. O bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlanan vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi olub. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu 30 ilə yaxın düşmən aşağılığında qalan torpaqlarımızı azad etdi. Hər bir şəhidimizin qanı bu zəfərin bünövrəsində dayanır. Onların ruhu qarşısında baş əyirik. Tədbirdə çıxış edən şəhid ailə üzvləri və qazilər də müharibə dövründə yaşadıkları hisslərdən, döyüş meydanında göstərdikləri igidlikdən danışıblar. Onlar Azərbaycanın üç rəngli bayrağının işğaldan azad olunmuş torpaqlarda dalğalanmasının hər bir Azərbaycanlı üçün qürur mənbəyi olduğunu qeyd ediblər. Tədbir çərçivəsində məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, mahnılar oxuyub, səhnəciklər nümayiş etdiriblər. Uşaqların ifasında səslənən Qarabağ Azərbaycandır, qəhrəman əskər və digər vətənpərvərlik mövzusunda kompozisiyalar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Səhnə qurmuşlar ki, şəhid anasına məktub gəlir. Ona da elə bir ki, anasına onun evladının şəhid olmağının anın deyər momentdə. O sözü deyəndə mən hiss elədim ki, bir dənə nəfəsim getdi, gəldi. Belə bir şey oldu, keçirtdim. Mən yaşamışam, amma o sözü mənə də deyiblər ki, Nurlan şəhid olub. Belə epizod olub, belə o bir evladlarımız da hamısı maşallah vətənpərvər böyüklər. Azından 5-6 yaşında, 7 yaşında evladlarsa, onlar indi hal-hazırda vətənpərvər böyüklərsə, onlar rahat bir 70 ildə bizə bir dənə düşmən bata bilməz. Ona görə ki, o vətənpərvər evladlarımız var, yetişir, böyüyəcəklər. Onlar da öz evladlarına, nəvələrinə bunu çatdıracaqlar. Şükür Allah, maşallah, döyüşən oğlanlarımızda ki, neçə min, 100 minlərlə döyüşən oğlanlar var. Birinci Qarabağ müharibəsinin veteranları, qazilər, bir də vətən müharibəsi, antiterror, sentyabr müharibəsində iştirak edən oğlanlarımız var. Bu da demək istəyirəm ki, rahat belə hesabla götürsək, 20-25 yaşında evladlardır da. Rahat götürdüyünə ki, bir 50-60 il bizim döyüşən oğlanlarımız var, bizim yaşımıza çatanacaqdır. Bu 44 günlük müharibədə özün qəşən bilirsən ki, bütün xalq ayağa qalxmışdı. Allah xalqımızı qorusun, Allah Ali Başkomandanımızı qorusun, Allah yaxşı kişilərimizi qorusun. Sonda məktəbin kollektivi, şəhid ailələri və qazilərlə xatirə şəkil çəkdirilib, onlara minnətdarlıq ifadə olunub. Qeyd edək ki, 8 noyabr Zəfər günü Azərbaycan xalqının ən şanlı bayramlarından biridir. Bu tarix təkcə torpaqlarımızın azad olunmasının deyil, həm də xalqımızın birliyinin, ordumuzun gücünün və şəhidlərimizin müqəddəs xatirəsinin simvoludur. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.